Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bu ilk təmizlik videomdur səhifəmdə. Çox xahişlər nəzərə alaraq bugün axır ki 2 uşaqla bunu çəkə bildim. İstədiyim ilk təmizlik vloqum mətbəxdən olsun, amma gün ərzində bütün otaqların yığışdırılmasını çəkmişəm. Sadəcə part 2, part 3 kimi paylaşacağım sizlərlə. Hələ ki ilk videomdur deyə sadəcə 10 dəqiqəlik paylaşdım. Amma əgər bəyənsəz, bunu yorumlarda bildirsəz, sizin üçün dəqiqəsini daha da çox edə bilərəm. Dünən Leylagili gəlmişdi deyə bütün qabları yudular mənim üçün. Çox sağ olsunlar. Səhər durduq, yeməyimizi yedik, qalan qabları isə mən yudum. Yığışdırdım, paltarları yudum. Arxada görürsünüz qırğın gedir. Mən iş görə hər dəfə bu belədir. Kimin evində bu belədirsə yorumlarda bunu bildirsin. Ən pisi də odur ki bizdə həmişə böyük qız döyülür, balaca isə onu həmişə döyür. Asena artıq 1 ay 10 günə yaxındır ki bizimlədir. Ona görə öyrəşmişəm onların dava eləməklərinə. Mənə normal gəlir, heç bir reaksiya vermirəm. Bu arada bilməyənlər üçün deyim ki, kiçik qızıma, yəni Asenaya tam 3 il anam baxıb, yəni bizdə qalmayıb ümumiyyətlə. 4 ayına qədər hardasa bizimlə bir yerdə qaldı. Sonra mama baxıb, ancaq biz gedirdik bir gündən bir görürdük onu, gəlirdik. Çünki işimlə əlaqəli baxa bilmirdim Asenaya. Ayla mənimlə hər yerə gedə bilirdi, çəkilişlərə falan, amma Asenanı apara bilmirdim. Bunu deyim ki, çünki burada izləyicilərim ola bilər ki, məlumatsız olsun. Bütün qabları yuduqdan sonra qoydum, hər birinin suyu süzüldü. Çünki ən nifrət elədiyim şey odur ki, qab silim. Nifrət eləyirəm. Tam 3 maşın, bəlkə də 4 maşın, dəqiq yadımda deyil, paltar yudum. Burada da barışıq belə deyək, imzalandı deyə məni gəlib öpdülər ki, biz barışdıq artıq, day dava eləməyəcəyik. Yəni klassik cümlələr. Hər gün bu cümlələri eşidirəm. Amma yenə də barışdılar, neysə. Belə qızlar, o qazan yerimi də yığışdırdım. Oranı artıq neçə gün idi istəyirəm yığışdırım, amma heç cürə vaxt eləyə bilmirəm. Düşünürəm ora gərək vinil çəkim. Çünki polkanın içərisini cızıq-cızıq eləyir qazanlar. Ona görə ora vinil çəkəcəm mütləq şəkildə. Asenada bilmirəm, kömək eləyir, yoxsa ziyan vurur, dəqiq bilmədim, amma oturmuşdu yenə də yanımda. Bütün zibilləri yığışdırdım. İnanırsınız, hər dəfə mən evləri yığanda nə qədər zirzibil çıxır. Burada zəng gəldi, o ilə danışdım, o da düşüb kameraya. İnanırsınız, heç bir yerini kəsməmişəm videonun. İstədim ki, elə ən doğal halı nədirsə, o da olsun. Maraqlısı bilirsiniz nədir? Bu evdə artıq biz 8 ayda da qalırıq. Amma hələ də qabların tam olaraq yerini bilmirəm. İnanırsınız, açıb baxıram ki, nə hardadır. Çünki yadımdan çıxır. Aşağıda da bir çox qablar var idi ki, hansı ki, onları tam arxaya yığdım. Onları istifadə eləmirdi. Yerlərini dəyişdim. İstifadə etdiklərimizi qabağa qoydum. Baxıram ki, elə künc bucaqdan qab çıxır. Onları da yuyub təzədən yerinə qoyuram. Sonda isə əl izlərim mebeldə qalır deyə bütün mebeli nəm salfetlə təmizlədim. Hansı ki, baxın, bu əlimdə gördüyünüzdə o qədər qəşəngdir bu. Adi belə bildiyiniz mətbəx dəsmalıdır, amma çox gözəl təmizləyir. Tərkibində sirkə var bu arada. Bəlkə də ondandır. Ağ mebel dəhşət dərəcədə çətindir də saxlamaq qızlar. Əgər fikirləşirsinizsə almaq, yəni bunun bəlkə də 1000 dəfə düşünməlisiniz. Çünki insanı yorur. Bir əlim elə üstündədir. Hər dəfə təmizləyirəm. Əgər dırnağınızda lak falan olsa açanda qapısını, o belə üstündə qalır. Düzdür, məndə hər zaman gel qaynaq falan olur. Məndə qalmır. Amma kimsə qonaq gəlib açanda bilirəm ki, dırnağının lakı da qalıb üstündə mebelin. Yəni yaxşı deyil ağ mebel. Gərək bütün günü əlin üstündə olsun. İnanırsınız, bu videonu çəkməyə tam-tamına bəlkə də 7-8 saatım gedib. Çünki həm burada YouTube'a çəkirəm, orada da yəqin ki görürsünüz, TikTok'a çəkirəm vlogu. Çünki oranın vlogunu bura ata bilmirəm, buranın vlogunu da ora ata bilmirəm. İstəyirəm ki, fərqli-fərqli olsun. İstəsəz girib TikTok'da da baxarsınız, orada tam fərqli çəkmişəm. Yəni başqa rakursdan çəkmişəm, başqa videolarda orada. Yəni keçid eləyib oradan izləmirsinizsə, oradan da izləyə bilərsiniz. Bu arada evdə hələ kondisyoner yoxdur deyə ventilator qoymuşam. İnanırsınız, ürəyim partladı istidən həmin günü. Son variantda isə mebelin arxa hissəsini də sildim. Orası yadımdan çıxmışdı və peçin içini ən əsası. İnanırsınız, 2 gündür, 3 gündür yemək pişirmirəm. Amma yenə də pəncərə açıq qalır deyə toz olur içərisi, qaradır istər-istəməz. Ona görə onun tozunu da götürdüm və keçdim yataq otağına. Burada elə bir iş yox idi, sadəcə pasteli çıxartmışdım.
yenilərini taxmışdım və pakrivalı yummuşdum. Yeni pakrival taxdım. O pakrivalları çox sevirəm. 2 ədəd var məndə. Ən əsası, həm nazikdir, rahat, yəni istifadə eləmək olur. Həm də belə deyək, materialını çox bəyənirəm. Başlarına da üzlük taxdım. Belə mənə elə gəlir ki, videonu bəyənərsiniz. Əgər bəyənsəz, yorumlarınızı mütləq şəkildə bildirin. Sizin üçün yeni vloqlar çəkim. Düzdür, 2 uşaqla çox çətindir çəkmək, amma yenə də çalışıram ki, tez-tez belə vloqlar olsun. Buraya qədər izlədinizsə, yenə də deyirəm, çox sağ olun. Part 2-də görüşərik. Sağ olun, salamat qalın.